Salam dəyərli izləyicilər, ağ tut mürəbbəsini xoşlayırsınızmı? Çox ləzzətli olur bu mürəbbə. Əgər siz də xoşlayırsınızsa, bu videonu sona qədər izləyin. Sizlə ağ tut mürəbbəsinin ən dadlı üsulla məti şəffaf, mürəbbənin rəngi çox gözəl, məti ilə dənləri bir-birinə uyğun bişirilmə qaydasını paylaşırıq. Götürdüyümüz ağ tutu axar suyun altında yuyub süzgəcin içərisinə gözlədirik ki, suyu süzülsün. Daha sonra meyvələri saf çürük edirik. Yəni arasından kal və əzli parçalanmış meyvələri yığırıq. Kal meyvələr bişdikdən sonra quruyacaqlar, bərkiyəcəklər. Əzli parçalanmış meyvələr də bişdikdən sonra daha da əzli parçalanacaqlar. Ona görə bunları yığmaq lazımdır. Burada seçilmiş kilo yarım ağ tut var. Onu bişirmək üçün ləyənə meyvənin hər kilosuna 900 qram hesabı ilə ümumi 1 kilo 350 qram şəkər tozunu ləyənə əlavə edirik. Çoxları şəkər tozunu kilo götürürlər. Biz bütün mürəbbələrdə olduğu kimi burada da şəkər tozunu azaltmışıq. Meyvənin hər kilosuna 900 qram götürürük. Bizdə kilo yarım meyvədir, bir daha təkrarlayıram. Və şəkər tozunun üzərində meyvənin hər kilosuna 1 stəkan hesabı ilə ümumi stəkan yarım suyu da ləyənə əlavə edib ləyəni qoyuruq ocağın üzərinə. Şərbət bir balaca isinib, ilıq hala gəldikdən sonra ağ tutu da ləyənə şərbətin içərisinə əlavə edirik. Ləyəni bu şəkildə silkələyərək, çevirərək bütün meyvələrin bərabər isinməyini, bişməyini təmin edirik. Şərbət qaynaran düşən kimi sadə baxırıq və mürəbbəni gür atəşdə eyni bu qaydada 5 dəqiqə bişirib daha sonra ocağı söndürürük. Mən qazı da sizə göstərmək istəyirəm ki, özünüz əyani görəsiniz. Tut da digər zərif meyvələr kimi gür atəşdə bişməlidir ki, həm mürəbbənin rəngi gözəl olsun, həm də meyvələr şirəli qalsınlar, qurumasınlar. Uzun müddət az atəşdə bişəndə meyvələr öz şirəsini buraxır və quruyurlar, büzüşürlər. Mürəbbənin dadına, ətrinə görə bura mixək də əlavə edirik. Əgər sizin mixəyin ətrindən, dadından xoşunuz gəlmirsə, onu vanil, hil və yaxud da darçınla da əvəz eləyə bilərsiniz. Hansı birini xoşlayırsınızsa, ondan da əlavə eləyin. Mürəbbəmiz 5 dəqiqə gür atəşdə bu şəkildə qaynayaraq bişdi. 5 dəqiqənin tamamında qazı söndürüb mürəbbəni 2-3 saat gözlədib soyuduruq. Mürəbbəni ikinci, yəni sonuncu dəfə bişirmək üçün yenidən qazı gür açıb qaynara düşdükdən sonra 20 dəqiqə qaynadıb ocaqdan götürürük. Bu 20 dəqiqə bişmə müddəti ərzində mürəbbənin üzərinə nə kəf yığılıbsa hamısını yığıb atırıq. Düzdür, tut mürəbbəsinin o qədər çox kəfi olmur, amma yenə də nə qədər kəfi varsa hamısını yığıb atırıq. Mürəbbənin hazır olmağına yaxın bura meyvənin hər kilosuna 2 qram hesabı ilə bizdə kilo yarım meyvə olduğuna görə 3 qram limon duzu əlavə edirik. Bu qədər mürəbbə artıq hazırdır. Ocağı söndürürük və üzərində qalan köpükləri də yığıb atırıq. Görürsünüz rəngi necə gözəldir. Əslində gözlə baxanda daha da gözəldir. Təəssüf ki, işığın düşməyindən asılı olaraq mən onu tam sizə çatdıra bilmirəm. Amma çox gözəl rəngi var. Dadı da superdir. Siz də bu üsulla hazırlayın, çox bəyənəcəksiniz. Yazırsınız bizə ki, sizin üsulla müxtəlif mürəbbələr hazırlayırıq, çox bəyənirik.
Elə bu mürəbbəni də eyni bu üsulla hazırlasanız, əminəm ki, çox bəyənəcəksiniz. Hazırlayın, qışda çox ləzzətli olur pürrəngi çayın yanında. Ümumiyyətlə, ağ tut mürəbbəsi ləzzətli mürəbbələrdəndir. Qışda daha da ləzzətli olur. Əgər videonu bəyəndinizsə, like etmək yadınızdan çıxmasın. Şərhlərinizi gözləyəcək. Yazın görək bizim reseptlə hansı mürəbbələri hazırlamısınız? Bəyənmisinizmi? Daha hansı mürəbbələri hazırlamağımızı istəyirsiniz? Hələ də kanalımızda olmayan təbii ki mürəbbələrdən deyirəm. Şərhlərinizi gözləyəcək. Biganə qalmayın. Like edin videonu. Dəstək olun kanalımıza. Şərhlər yazın. Videonu paylaşın. Daha çox izləyicilər izləsinlər. Bu sizin bizə dəstəyinizdir. Hələlik. Süfrələriniz bol ruzlu, bərəkətli olsun.